İstedad axtarışındayıq. Özünə inanan və güvənən kim varsa, məhz öz bacarığını burada göstərəcək. GL Media Group və Efes Film Kompaniyasının birgə layihəsi olan Bir Zövq Kids model kastingidir. Bu yəni ki, uşaqlar üçün olan kastingdir. İnşallah böyüklər üçün də kastingimiz olacaq. Kanal S-də yayımlanan bir layihədir. Burada uşaqları səhnə danışığı, səhnə hərəkətləri, eyni zamanda uşaqların zövqlü geyimləri. Bu hər həftə bir konseptdə olan bir modellik yarışmasıdır. Yarışmada uduşa ən son model elektro skuter qoymuşuq. İnşallah bütün uşaqlara uğurlar arzu edirəm. Həftədə bir dəfə canlı olaraq yayımlanır, amma hər gün məşqlərimiz burada ofisimizdə baş verir. Kinorejissor Faiq Nağıyev kastingin münsiflər heyətindən bəhs etdi. Jürilərdə bu günləri tanınmış model Orxan qardaşımdır, Canana xanım özüdür, sonra Azərbaycan Model School rəhbəri Ayla xanımdır, Kamal bəydir. Qalibi möhtəşəm hədiyyə gözlədiyini vurğulayan layihənin rəhbəri Canana Legend həmin uşaqların filmdə də yer alacağını bildirdi. Hələ ki az yaşlılarla bağlı kasting keçirdirik. Bu telelayihə ilə bağlıdır. Bizim bir layihəmizin adı Bir Zövq layihəsidir. Bugün seçdiyimiz uşaqları biz efirə çıxardacağıq və onların təhsilləri ilə məşğul olacağıq. Təlimlər keçiriləcək xüsusi olaraq professional şəkildə və qalib möhtəşəm bir hədiyyələrlə mükafatlandırılacaq. Uşaqlar özlərini burada tanıda biləcəklər. Yəni öz stillərini göstərəcəklər. Fərqli bir layihə olduğuna görə hər kəsə maraq doğuracaq və bu layihədə seçilən uşaqlarımız, iştirakçılarımız da hətta bizim yeni bir filmimiz olacaq modelliklə bağlı. O filmdə iştirak edəcəklər, oynayacaqlar, aktyorluqlarını da yetişdirəcəyik. O, növbəti layihəsini ilk dəfə bizə danışdı. Kastingimizdə də iştirak edən ən gözəl, ən yaraşıqlı iştirakçılar seçiləcək. Bu layihədə də avtomobildir, budur, bəli. Bu da orada iştirak edən iştirakçılarımız öz tarzlarını bizə göstərəcək. Burada həm modellər də yarışacaq, həm modelyerlər də və stilistlər də. Burada möhtəşəm böyük bir iş olacaq. Münsiflərimiz də... Layihə rəhbəri münsiflərin adlarını isə sirr olaraq saxladı. Eksklüziv olaraq, sirr olaraq qalsın. Yəni, Türkiyədə məşhur bir insanlar olacaq, hansı ki, bu layihələrdə iştirak edən insanlar olacaq. Yəni, ona görə dəvət edirəm, buyurub gəlsinlər. Münsiflər heyətinin digər üzvləri seçimlərdə nələrə diqqət edildiyindən danışdılar. Bilirsiniz, iki qolda biz modellik aparırıq. Həm foto modeli kimi, həm top modeli kimi. Foto modelə boyu lazım deyil, katalog modeli kimi yetişdiririk. Amma boyu uca olan xanımlardır, bəylərdir, balaca dostlarımız üçün belə deyimizsə ki, onları sırf beynəlxalq podium hazırlayırıq və üz quruluşlarına, brutallarına daha çox diqqət edirik. O, münsiflər sırasında olmağın sevincini bölüşdü. Vaxt var idi, biz də podiumdaydıq. Bizim də qarşımızda jüri vardı, biz jüridəyik. Əgər uşaqlar buradadırsa, onların əlbəttə gələcəyi var, doğru ünvandadılar. Yəni, buradadılarsa, doğru ünvandadılar onlar. Möhtəşəm layihə keçirir. Biz əlimizdən gələn eləyəcəyik ki, bu layihədə uşaqların dərslərini deməkdir, hər bir şeydir. Bir xoreograf kimi mən də öz boynuma düşən hər bir şeyi etməyə hazıram. İnanıram ki, daha da yaxşı olacaq. Bilirsiniz, birinci adətən uşaqları utanmaq, çəkinmək olur. Onlar hamısı düzələcək. Miss və Mister Azərbaycan Milli Gözəllik müsabiqəsinin koordinatorları seçim haqqında məlumat verdilər. Bizə təklif gəldi Faiq bəy Canana xanım tərəfindən ki, Efes Film Kompaniyası, Canana Legend və Azərbaycan Model School tərəfindən birlikdə əməkdaşlıq olunsun və bir orta layihə çıxsın və gənclərin eyni zamanda uşaqların, sevdiyimiz uşaqların öz yaşına və öz dünya görüşünə xidmət eləyəcək bir layihə olsun. Əlbəttə ki, Azərbaycan Model School-u onlar biləndən sonra istədilər ki, bizlə əməkdaşlıq eləsinlər və biz də məmnuniyyətlə bu təklifə razılaşdıq və bu layihəyə başladıq. Layihə çərçivəsində gənclərimizə çalışacaq ki,
düzgün peşəkar təqdimat bacarıqları olsun, düzgün peşəkar xoreoqrafiyaları olsun, düzgün peşəkar səhnə mədəniyyəti olsun ki, onlar da gələcəkdə öz həyatlarında istədiyi bir layihəyə, istədiyi bir uğura qatıla bilsinlər və müxtəlif filmlərdə, müxtəlif işlərdə çəkilə bilsinlər və qalibi də bir gözəl bir hədiyyə gözləyir, öz uşaqlığa aid, yeni müasir dövranına aid. Burada bir Zövq Kids layihədə olmaqdan çox böyük qürur duyuram. Çünki Azərbaycan gənclərindən biz çalışacağıq. Həm gəncləri ilə, həm də ki, balaca iştirakçılarımızla Azərbaycan Model School olaraq və bir təlimçi xoreoqraf olaraq öz adımdan söz verirəm ki, bu gənclər üçün onların bu yeni addımlarında, peşəkar addımlarında əlimdən gələn bütün dəstəyi göstərəcəm. O, ölkəmizi beynəlxalq arenada təmsil etmək üçün nələrin vacib olduğunu bildirdi. Birincisi xarici görünüş, ikincisi daxili dünyası, mədəniyyəti və davranışı mütləqdir. Eyni zamanda onun IQ səviyyəsi dəyərləndirilir və onun xarici dil bilməsi və eyni zamanda o əgər xaricə getsə, onun təhsil bazası nədir? O orada digər insanlarla necə əlaqə qura biləcək və Azərbaycan haqqında, məsəl üçün biz əgər Azərbaycandan danışırıqsa, necə bir fikir formalaşdıra biləcək? İştirakçılardan İsrail Hacıyevin kastinqə qatılmaq hekayəsi bütün diqqətləri öz üzərinə çəkdi. Evdən gizlin çıxmışıq, heç kəsin xəbəri yoxdur və indi buradayıq. Mən özüm gələcəklərdə aktyorlar kimi filmlərə çəkilmək və yaxud da tanınmış üzlər kimi özüm də bir üzlərdən olmaq istəyirəm. Bəli, var. Araz Bulutun filmlərinə daha çox baxmışam. Onu bəyənmişəm ən çox türk aktyorlarından. Buradan ailəmə təşəkkür edirəm ki, həmişə yanımda olurlar. Podiuma çıxanda özümü çox həyəcanlı hiss edirəm, ancaq bu yeridikdən sonra o həyəcanım keçir. Çox maraqlı olur mənə görə. Mənim ən sevdiyim aktrisa Aştina Olviqa və Robin Angelesdir. Hansı akademiyadan qatılırsan? Acımsın. Gələcəkdə arzuların nədir? Mənim arzularım elektronikadan olmaq, həm də modelçi olmaq. Bildiyim qədərlə idmanla da məşğulsan. Hansı idman növü ilə məşğulsan? Taekwondo. Təbii ki, bütün valideynlər kimi övladlarının yüksək yerlərdə, gözəl yerlərdə olduğunu görmək qürurlandırır. Beləcə də məni çox xoşbəxt hiss edirəm özümü. Biz də Bu Gün televiziyası olaraq iştirakçılara uğurlar arzulayırıq. Zeynəb Abbasova, Samir Əliyev, Bu Gün TV.